Salam aleyküm əziz dostlar. Bu yine yeni layihə ilə sizin qarşınızdayım. Demək, Depal S9 Ultra incələməyə alacağıq. Bir yerdə incələyəcəyik. Maşının nələri var, nələri yoxdur. Və bu maşının özəllikləri nədir, sürəti nədir? Yaxşı funksiyası nədir, pis funksiyası nədir? Yaxşı tərəfi nədir, pis tərəfi nədir? Yaxşı nədir, pis nədir? Pis nədir, yaxşı nədir, yaxşı nədir? Yaxşı nədir? Yaxşı maşının özüdür. Pis nədir? Pis də yox hələ ki. Hələ ki yoxdur. Yoxdur. Heç bir Bir dənə pis bir şey var da Çin dilində danışmayadır. bir dənə- O da bizə dil öyrədir. O da arada deyir, çay ya. Onda da ki, neyini? Bir şey başa düşmürük, amma yəqin ki, yaxşı söz deyir. Deyə qavrayırıq. Ha. Ümid Bir də- edirik. O hala getdi o. Arkadaşlar, yukarıda uşağın zikə səsi, burada bunların oynamayı vəhşi bir şey. Ayetsene, indi görə neyini yazıyor? O niye qışqırır? Tərli döv. Tərli döv. Düşər maşın üstüne şüşəsini sındırar. Keçək. Qurban valla ürəyim partladı. Mən burada bir sənə də həyəcan keçirirəm. Beli. Biz mən burada necə həyəcan keçirirəm indi maşına da. Gördün qorumalıq elədin, maşın və yadirdi. İncələyək. İncələyək. Demək maşın 1.5 hibriddir. Plug-in nə dedi? Probek. Nə? Probek. Yox, plug-in hibrid. Onu bilmirəm. ya nəysə öyrənəcəyik də plug-in hibriddir. İndi görməmişik də bizə birinci dəfədir. Plug-in adını eşidirik. 18 demək diski təkər gedir 21. Birinci diski təkərdən başqa işlərini bilmirik. Zarfadır. 21 diski təkər. Demək maşından düşdün. Maşın avtomatik havalandırma sistemini açıb. Mən birinci bilmirdim. Maşından düşürdüm. Maşından uzaqlaşırdım. Bir görüm təzən xoda düşür. Təzən qayıdırdım. Maşını yandırırdım. Gedirdim oyuna gördüm yenə xoda düşdü. Ürəyim partlayırdı. Zəng eləmişəm gəlsinə ki, maşın niyə xoda düşür? Sonra da öyrənmişəm ki, maşın demək ağıllı uşaqdır. Maşından düşəndən sonra ay Allah, yaxşı başımıza düşdü. Gedirdi başım. Hə. Demək maşın özün təmizləyir. Ona görə. Gedirik maşının hasarını götürməyə. Çünki maşının hasarı ilə maşına yaxın qalanda başlayır Kitay dilində danışmaya. Bana çağırır qoydum. Ha Burada burada. qoymuşam. Demək maşının hasarı da belə bir hasarı var. Maraqlı görünüşü, üslubu. Alqaş görünüşü. Hə. Yaxınlaşdın, avtomatik baxın. Maşın xoda düşdü. Da maşında start-stop heç nə yoxdur. Keç o tərəfdən maşının içinə. Gedək. Gəldim maşının içinə. Qapısını açan kimi padnoşkası açılır. Bizim maşında qarşılayır pampers. Demək bu xüsusi pampersi bu dirsəyə qoymaq üçündür. Demək maşında nə var dostlar? Bir maşının içində xaladenik var. Özü olduqca böyükdür həcmi. Yəni rahat bura 10 butulka qəşəng sənin içkilərinizi qoya Biz önləri 3 dənə rulet, 2-3 dənə də litrlik su qoymuşduq. Maşında süt izləri görünür, süt izləri var. Plusda maşının demək nəyi var? Buradan telefona qoşub maşını telefonla idarə edə bilirsən. Panorama lükdür arkadaşlar. Panorama lükdür. Maşında oturan kimi avtomatik qapını bağlayan kimi siliniya təmizləyir öz yaddaşını. Sonra canım səndisin. Sonra maşında belə bir şey var. Məsəl üçün bu arxaya gedir. Bunu sən arxaya verə bilirsən. Yəni soyuduculu olan bölməsi. Soyuducu olan bölməsini arxaya verə bilirsən. Düzün sözü mən də sizlə indi bu dəqiqə çox şey öyrənəcəyəm. Demək buradan belə gəldik. Bunu hardan verirdik? Aha, bu. Yuxarıdan verdik, yuxarını gətiririk aşağı. Burada bunu tapırıq. Hani hər su? Gözü arkadaşlar. Bunlar şeydilər. Bu şüşə təmizləyən nə bilim, bubursu, tapıb. Burada çox bölməsi anı. Ay Allah, bu hardasa. Tapa bilmirik deyəsən. Yəni tapacaq arkadaşlar, tapacaq. Demək burada barda çox bölməsi olmalıdır. Hani barda çox? Adı sistem. Onlar aynadır. Aynadır. Bir də ki döyən. Ayna. Söylə şakoya. Var mı daha güzeli? Demək, çox güman ki burada bunu buradan ləğv eləyiblər.
Aslında bu buradan getməlidir. Bunu gətirək bura. Bunu bura. Bu da bizə lazımdır. Bunun yerinə gətiririk. Görəsən. Bax yokuş aşağı sürmək üçün də o mod. Aşağı bunu gətirək. Sonra bunlar funksiyalardır. Özel ekranı. Ha bu sonra bu hanı şey? lokasyon bax burada konum var misal. Konum- Telefonu yerinə Yeri burada yoxdur. internet bağlayıb söyləyə bilərsən. Ha. Şüşələri salma aşağı zad bu değil. Dayan. İndi burada bir tane monitör var. Bunu açsan arka monitör işe düşür. Arkada YouTube'a koşulmak, bakmak, arkadaki sərnişinlərdir. Özü de 1, 2, 3, 4, 5, 6, 7 yeriydi. Demək Johnny, sana necə verirlər dala? Arxadan kiliti var onun açılır. Bəlkə onun kilitini açır, onun kilitini nereden açırlar? Arxadan verə elə daha. Ayarlarına gir, buradan setting'e bir gir. gir. Bak buradan ayarlara gir. Oradan söyle. Demək ki bu da gedir dala. Basaram. O Ha, bu düzgün düzgün ya. Bu nədir? O Ha, bu jaluzi açmaya. Aha. Açılır, arka panorama açılır. Demək yuxarını bu şey bağlayır. Monitörü bağlayır. Monitörü bağladı. Arkada panorama açıldı. Dəri salondur. Salonda demək nələr mövcuddur dostlar? Siliniya masajdır, masajdır, isitmədir, nə bilim soyutmadır. Hamısı yəni mövcuddur maşında. Bunu götürüb burada filtrliyator, masaj eləmə, sonra maşın arxanı polnustu yataq, krafat, mürafat eləmə olur. Məsələn, bunu bax ver bura. Arka yatağı moduna geçti. Açdı, ha. Sonra bunu Oradan düğməsi var. O düyməni bassan maşına düşəndən sonra yataq olur. Onu da göstərir Ha, indi. bunlar da mövcuddur. Maşında demək çox şey var. Həddindən artıq çox şey var. Prosta onu deyim ki, lilərin funksiyasını görməmişəm. Amma lini keçir bu funksiyalarda. Arkadaşlar avara kaldım yani ya. Bunu nəyin deyim. Yani bildiğim maşın ekskluzivdir, ekskluzив. Yani çok funksiyalar var, çok parkovkası var. Sonra maşın pnevma da. Pnevma. Ha, qalxma, düşmə, dağlıq, zatlıq elə Allah şeytanı. Yəni maşına biri qıraqdan belə özü şüşələr 2 laydı, yəni güllə keçilməzdi. 2 nədir ona deyirlər? Ona nə Onu deyirlər? mən də bilmirəm. Onu biz bilmirik. İndi siz özünüz tapın da bu 2 Onu bizə də deyərsiniz yorumlarda Bilən biz də varsa baxayıq. desin bizə, hə. Deyirlər, bir dənə şey Güllə bilmirəm. keçirməz şüşəyə nə deyirlər? Nədir? Ranjovnu. Lanjovnu. Hə, Lanjovoj. Bir dənə şeyim bilməm. İndi bilənlər mənə bir dənə başa salsınlar. Bunu telefona qoşmaq lazımdır. Telefona qoşurlar, onu biz bilmirik. Yəni funksiyalarını Cimşir Kitay dilində də onu bağlana bilmirəm. Bir də avtomatik təhlükəsizlik kamerası var arkadaşlar. Təhlükəsizlik kamerası avtomatik. Məsəl üçün biri maşına yaxınlaşdı, maşını saxladı. Maşına yaxınlaşan kimi video kamera işə düşür. Başlayır çəkməyə. Olan hadisələri, məsəl üçün kimlə nə danışdın çöldə, hamının başlayır lentə almaya. Kim məsəl üçün maşın saxladılar, maşın ya qəza gördü, ya qəza şəraitdə olan bir yerdə oldu. Dörd bir tərəfdən də ola bildiyim qədərlə. 360 dərəcə bütün hər şey lentə alır. Baxın. Hər bir şey, yəni nə olubsa, nə kimsə nəsə qəza şəraiti yaradıbsa, baxın bir də sizə burada adi elemental bir dənə kadr göstərdim. Elemental bir kadr. Nə gözü? Dən. Maşın gəldi, qəza şəraiti az qaldı. Baxın. Baxın bura baxın. Bax, indi maşın önündən bir maşın çıxacaq. Maşın hər şey lentə alır. Yəni kimlə çöldə nə söhbət elədin, hamını götürür. İçəridə nə söhbət varsa, hamı kadrı alır, lentə alır. Bax. Baxın. İndi maşın qabağında maşın çıxacaq, baxın. Bax, bir dənə şuluqçu şofer, baxın. Baxın. Hop, çıxdı, bax. Maşın tormuz vurdu. Gördünüz? Yəni az qalmışdı bu maşınla qəza şəraiti yaransın. Yəni bax belə şeyləri lentə alır. Həmin vaxtı arxa kameranda lentə alır. Məsəl üçün riski qabağa maşın çıxıbsa, Yəni arxadan sən riski tormuz verəndə kim sənə qəza riski tormuz vermə anı, görə arxadan kim arxadan gəlir.
Bax, görək arxadakı necə özünü aparıb. Bax, burada bir də Prius yaxşı məsafə saxlayıb. baxın. Bax. Reskutorumuz bu. O da qaçıb Bu da riski. qaçdı. O da risk qaçıb. Görsən, burada bir dənə ağır, bir dənə qəza şəraiti. Plus maşın özü-özündə qoruya bilir. Belə qəza anında özü reaksiya tez şeyləyir. Bir də burada uşaq sireniyası şey var. Demək, uşaq sireniyasını bağlıysan, bərkidirsən, özü hər şey uşağı başlayır qorumağa. Uşağı masaj eləyir, ninni çalır, layla eləyir. Mənim balam çin, sənə nə lazımdır? Uşaqla başlayır danışmaya. Ekran şəkillərini də qəşəng dəyişə bilirsən. Arxa monitor, superdir. Bu da gedir. Onu daha verməyi biz hələ eləmədik ya. Biz eləyə bilirik. Ofiş bilirəm. Prosta hardan bunu apardı? Bəlkə onu tapıb elə başlayaq təzədən. Yox, sən lent al, sənin işin olmasın. Çox güman ki, buradan öz ekranı ilə götürdü. Burada onun ekranında görün nələr var. Buradan götürdü. Burada. Nəsə. Gedək arxada oturaq, arxadan görsənək. Gəlin arkadaşlar, gəl. Bəlkə minməmişdən əvvəl yataq çayını göstərəyim odun. Yox, sənin arxada super bir salon qarşılayır. Yəni arxa qabaqdan daha rahatdır, daha genişdir, daha yan funksiyalardır, çox gözəldir. Bax burada indi bunu gətiriyor özümüzə tərəf. Baxın. Kiliddə onu kiliddən çıxardar deyə olması görə. Kiliddən hardan çıxarsın onu? Onu da yenə bunun ayarlarına ki. Bu hardadır bunun ayaqları? Qabaq ekranda. Bunu kilidləmişik deyə üç eləmir. Burada arxada uşaq falan olur deyə qorumaya alır özün. Yəni uşaqlar, misal kiminsə uşağı oturdu, barmaq elədi. Bu işləmir. Ona görə gəl kiliddən açasan. Maşallah bizim uşaqlar... Misal bu qoltuqlarda bu sərinlədicidir. Oturanda kondisioner kimi yandırır, aşağıdan sərinlik verir. Oturacaqların kondisioneri, isitməsi, masajı, hər nəyi var. Yəni bildiyim maşın superdir arkadaş. Yəni çox xoşum gəldi. Yəni mənim çox ürəyimcə maşın olur. Həm də ailə maşını tam bu VIP kreslodur. Bu açılır. Burada bunun geçən mizi, stolu, nə bilim notebooku qoydu. Burada nəyisə iş əllərdi. Ayaqlarını uzatdı, belini açdı. Arxa sireniyalar da uzanır. Arxa sireniyalar uzananda böyük bir yataq arxada əməliyyandır. Ya onu da göstərir. Baxın. Burada da hər şey mümkündür. Yəni burada baxın, burada bax. Qabaq siliniyə getdi öz yerinə. Bu avtomatik bağlanır. Bunun da həmçinin. Qabağa gedən kimi də açılır. Alıcı da bu. Nəyin prosesi baş verir indi burada? Arkada isə qəşəng olur yataq. Yataq, yəni böyük bir zal əmələ gəlir. Görsən? Qəşəng niyə? Yerləşməyəndə əslində belə eləyib oturmaq olar burada. Düzdür? Olmasa bir dənə ədyal, bir dənə döşək, bir dənə çiqanski vəziyyət. Allah. Burada da qəşəng kolonkaları var. Düzdür, biz biraz vəhşi kimi işlədirik maşını. Bizə Hanzo sistemidir. Yəni necə gəldi, nəyə hara gəldi, basırıq, itəlirik. Sən girmədi, görsən o bir əşya yerləşmir bura. Çox şükür ki, sən bura yerləşməlisən. Yəni nə olsun biz bunu yerləşdirməyi bacarırıq. Əsas odur bu bir yetenek bizdə var. Nə də evdə gördük artıq qalıb hamı tökürük maşına. Yəni evdə olması maşında olsun. Yəni bizdə bu sərqə sistemimiz güclüdür. Yəni bu belə şey. Demək maşın yanacaq sərfiyyatı. Yanacaq sərfiyyatı belə baxanda yaxşıdır, amma kuzasına görə, ağırlığına görə məsəl üçün 100 kilometrə rahat 18 belə yandır, özü 92 ilə işləyir. Maşın özü 92 ilə. Qapılar pisos qoşdurmuşam. Pisosdur qapılar.
Sonra tam sənti. Maşın bildiğin kukulka. Pilisosun bağlanmayını da göstərin misal. Evet, pilisosu bildiğiniz de qapını yaxınlaşdırdı. Avtomat çıxıb bağlanır. Buradan da qapını yavaş yavaş örtsə, bu da biraz avtomat Çəkdi. tutdu. Orada şeyler ağaclar ne de sürtünür. Ağaclar pis sürtür. Gəl ağacları oradan kəsək. Buradan kəsmək lazımdır. Həm maşın funksiya belə bir özəlliyi də var ki, məsəl üçün maşını telefona qoşsan, sən maşını parkovka eləmirsən dar yerdə, bassan öz ayağının dibinə. Himn oxudu orada indi öz üçün. Yəni sənlə Vidalaşma Sağlaşın mesajı da ver. ya bax indi buradayıq, biz buradayıq, düzdür? Bax maşın indi avtomatik bax xoda düşdü. Baxın. Bu nədir? Bu maşını için havalandırır. Hər kəs düşəndən sonra. İçindən belə hay. Ya ona hay eləməsən qeyri-mümkün, sağollaşmır. Plus da bunda çox özəlliklər çoxdur, amma qiyməti də indi bu dəqiqə maşın bazarında qiyməti yəni 44.000 dollar. Demək 3-4 çeşid bunlarda var. Var ən sadə funksiya, yəni iki çəkən, çox sadə funksiya. Onlar gəlir çıxır hardasa 67.000 zada. Aşağıdan bir pillə, demək bir pillə yuxarı gəlir düşür hardasa 70, sonra ultralar belə bunlar gəlir düşür hardasa 75-ə, 76-ya, 74-ə, 75-ə. Bir dənə lidar. Lidarın olmağı, o da ki Azərbaycanda işləmir lidar, çünki lidar təsdiq olunmayıb. Yəni bizdə Proqramlaşmayıb proqramlaşmır, küçələr proqram. Lidarın funksiyası nədir? Mən tam dəqiq bilmirəm, amma bildiyim qədərilə lidar ünvana çatdırılma verir. Murad, sən necə bu maşını bəyənirsən? Funksiyaların, zadın özəllikləri, gəl kamera qabağına. Yəni getdiyimiz yerlərdə bizə necə yerlərə çıxdı? Arkadaşlar bir dənə elə yerə çıxdı ki, yəni bildiyin daş qayalıq, nivalar, vilislər çıxır. Təkərlərini qaldırırsan, sport rejiminə qoysan. Qaldırıb heç eləməni göstərmədin, nə? Ha. Onlar da göstərir. Yox. Funksiyalar şeydirsə, qalxır. Prosta çox incitmək istəmirəm maşını. Nəyə görə uşaqlar? Demək alanı incidirəm, nəsə ürəyim yazdığım yəni ona. Ha. Sonra canım sənsi, hətta maşını knopkanı bassan, nə bilim, get falan yerə çörək al gəl. Gedir öz alır. Biliyorsun gedir çörək alır gəl. Gələn kimi ayda hav hav. Onu da demək istədiyi səsi qoya bilirsiniz buna. Sizi səslənmə funksiyası. Səslənmə funksiyası da nədir? Məsələn, maşından uzaqda oldun, biliyorsun hav 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 hav. Çau hav 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 hav. Biliyorsun deyir ki, yəni maşına yaxın gəl. Belə eləyir elə şey. Elə hadisə. Sən dediyi zaman deyib Josa. İstədiyin konuma, location'a göndərə bilərsən, amma hələ aktiv deyil. İstədiyin kona gedə bilir, amma hələ aktiv deyil. Aktiv deyil də yəni. Location, yəni konum. Konu. Location konum deməkdir. İngilis dilində deyirəm mən. Место положения. Bəli, Rusca. Место положения, место положения. Общum gedir. İstədiyin konuma göndərsən maşını gedir. Maşın yuxarı mərtəbədə evdə qapılar kilitli qalıb, sən aşağıdasan. Knopkasını basın, maşın səni qaldırır evə. Pneumatik vardı o. Pnevma. Ha, pneumanı. Pnevma. Nə? Pnevma. Ha, pnevma. Yəni bildiyim maşın əladır. Yağı da ki 4 litr yağ gedir. 4 litr yağ. Qalan filtr yerdə özün litr. fırlanı biz oyuna qoyur. O funksiyanı deyirsən. Ha, qalan yerdə özün fırladır belə, qalır belə. Necə olur? Çox necə olur? Elə bir şey yoxdur, amma ola bilər. Ola gələcəksən. Bəlkə də vardı biz bilmirik. Ya, necə var? Çox dəqiq. Yox, necə var? Yəni telefonda proqram yazsan buna. Otomatik idarə eləmə. Gəldin, evdə bina evində yaşayırsan, qarajın var sənin. Sən geri parkovka eləməlisən. Sənin parkovkaya ehtiyac yoxdur. Sənin buna belə deyirsən ki, çanço koy ki, onun yaddaşına Çanço? Bura çançon. Kökə. Gəlsən evə qalxanda maşın avtomatik özün parkovka eləyir. Ha, plus da ki, bir dənə nəyi bu mənsi şeydir, hələ öyrəşdirə bilmirəm özümü. Bir dəlləyə, bir də ki, qiymət artımlarında maşın moykasını özümü öyrəşdirə bilmirəm. Məsələn, dəlləyə axırıncı dəfə getdim, dedim neçədir, dedi 10 manata qalxıb saç qırxma. Axırıncı elə 5 manatı verdim, çıxdım orada, ondan sonra evdə başımı qırxıram, da bir dəfəli vururam.
Bunu da soruşdum moyka neçədir? Mənim şey 5 manat uduzmuşam, dedi 30 manatadır. Özüm üçün moyka aparatı aldım, dedim onu da evdə özüm eləyim. Yəni belə şeylərdə özümü qorumağa almışam. O da ki, sağ olsun, mənim bir dənə ustam var, Allah ondan razı olsun. Deyir, sən ürəyini sıxma, sən üçün bütün şeylər deyim, ancaq bura şey də quraşdırdı, krantizat quraşdırdı. Bu da ustanı gördü, salam verir bax. Baxın. Çok. Ustamız arkada geldi. Maşın gördü ki bir nəfər də əlavə olundu. Deyir, yəni gəl, qonaq gələ bilərsən, otura bilərsən. İndi maşın için duxluyur, bax. Xoda düşdü, duxluyur, maşının içinə gələn sərnişin duxu ilə məhsul olsun. Hə. Allah uzaq eləsin, yəni yuxu dərmanı tök ona, gir maşını yat. Maşın özünü duxluyur. Təmizləyir, izad edir. Arada adamı qəlbəcərə sözlər deyir, valla başa düşmürəm nə deyir, amma nəsə demək istəyir, bilmirəm bunda nə var böyle? Başa da düşə bilmir onu. Çın eləyir. Ça. Çə eləyir. Nəysə də belə şeylər var. Demək, sonra nə var burada? Sonra nəyi var? Təkərlərin yerini təmizləmə. Hə, avtomatik havasını Demək, tənzimləyir. mən görməmişəm də, elə bilirəm ki, bunun təkərinin yeli çıxıb. Deməmişim ki, yeli çıxmır. Maşın dayananda təkər yelini buraxır. Özün yumuşaldır. Hava şəraitinə uyğun olaraq özünə bir təzyiq seçir. 2 ilə yola çıxdı, gördüm 2.7-dir. Dedim, təkərin yeli çıxıb, 2 ilə qalıb. Getdim, yel vurdum, 2.5 imiş, 2.7-yə qaldırdım. Gördüm, bütün təkərlər oldu 2.7. Dedim, necə oldum mən, birinə yel vurdum. Demək nədir? Təkərlər öz yerini təmizlə, bilmirəm necə eləyir onu. Necə eləyirsən də bilmirəm, amma deyə də bilmirəm. Amma bilmirəm də, bəlkə mən səhv bilmirəm, amma bu belə bir şey eləyir. Belə bir şey eləyir. Sonra nəyi var? Sonra nəyi var? Mən də bilmirəm. Pişik kimi mi yolduyur? Qabaq koltuqlar da şey olur, yataq olur. Plusda maşını həyətdə saxladın, həyətə də mobilsə kamerası lazımdır. Maşın özü Hər yeri həyəti, qayıt evi olur. 360 dərəcə çəkir. Yataq edək. Baxmaq istəyirəm. Qabaq koltuqlar. Elədi mi? Olmadı. Yox, ora şeylər çəkib. Vinillər. Hə, o geri bağlansın axı. Şeylədi, o qaldı. Yəni yataq eləm. Bunu yataq necə eləyirsən? Qabaq sidenlə başını əyri qoyub qabaq şitin üstünə, arxa uzanı, yəni bir nəfər onu eləyə bilir. Hamısı eləyə bilmir. Bir dənə sərnişin, səhv eləmirəmsə. Çünki bu birisi tərəf eləyə bilsə, gəlin mən şofer belə yapışsın rola. Məylə Saxlayandan sonra. elə bilirəm. Bilmirəm bu bunun qabağı belə əyildi, açıldı belə. Orta şey açara salmısan, bilmirəm. Kilitləmirsən, arxadan dala verə bilmədim o orta. Yeməmişəm. Maşını eşən Ofeliya xanımdır. Yəni bütün maşının funksiyalarını vurub bir-birinə. Yəni qurban vallahi maşından düşür, mən heç nədən başım çıxmır, qalım ortalıqda. Askıracaq deyəcəksən qrip yayı. Hə, o maşın askıra da bilir, həqiqətən. Askırmayı eşitmirsən onu? Həpçi. Sonra da belə. Vay ki. Mən sən bir şey deyim, bütün özəlliklərini eşit tapa bildiniz. Mənsiz gərək şəkil. Yox, o orta şey var deyə, buzluq olan yer. Oranı necə dala verirsiniz? Hə, Sinsi gülüşlər. Maşına cavab verir, maşın onunla danışacaq, o öz dilində. Yəni, o deyir ki, "San ha." Gözdə gəlirəm. Bir dəqiqə səbir olun gəlirəm. Hə, gəlir göstərməyə. Lazımdır, hara yazsan? Onu dala verim göstərim də. Yox, ehtiyac yoxdur. Ehtiyac yoxdur. Mən izləyicilərimə dedim ki, o dala gedirlər. Maşın yiyəcəm, onu izləyicilərə dedim. İzləyicilərimi Nə? sevirsən sən. Yox, Sevirsən sən. bu videoda da görünmədi sən. Var. Bilsən nəyi gördürəm? 2 dənə video Yaxşı da mənim üzümü çəkməksiz gözdə gəl. Allah şeytanı əl etirsin. Evet arkadaşlar, bu maşın yeni funksiyası mövcud oldu. Necə? Şu an açacaq indi o verənti yataq onu özləmək. Sən biraz qabağa verdi onu. Çox dala çəkdin. Vinillik deyil. Bax, indi bir də maşının gəlişinə baxın. Maşına oturacağım, təkərlər qalxacaq, gələcəm. Bax. Buradan elədir. Maşının bir də özəlliyi var, maşın açıqsız idarə eləmir. Bax, avtomatik özü kodlandı. Nə polarizalı deyirlər. Nə deyirlər ona? Açqı sürsən? Qapıları açdı, Açqı sürsən özü. qapıları açdı, ayaq altını açdı, deyə minə bilərsən. Oturan kimi də özü təmizləyir səni.
Ha, yoksa böyle Ya. tut. YouTube. Gözde. De otur arkadan hadi. Yaxşı. Nasıl bir esas değil? Ben düşmüyorum. Üstünüzün Ne oturduq arxada. Daha doğrusu hələ otura bilmirik. Eyleş. Ne oldu? Bunu biraz dala verirəm, çox qabağa gəldi. Aha. İndi gəldim oturmaya. Deməli mənim üzüm düşməsin. Deməli bunu dala vermək istəyirsiniz, düzdür? Ben. Bir saniye. Çan çun çan çon çan çon 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 çan ha no ha. Ha! Neyse. Hele bu Yok gedir. olmadı. Neyse ilişmiyor burada. Neyse cırı cırı gitti ama bilmiyorum ne. Neyse ilişip Şır gitti. buna göre getmir. Qabağa verin baxım. Gözlüyü. Əsəbləşdiriblər uşağı. Nə qoymuşsun sonra? Heç nə. Yəqin bu ilişib. Yo, inanmıram. Təzdən çəkilən onda bir dənə basın. Onu bir dənə qaldır, o ayaq altına biraz. Bunu. Hı. Yo, onu da deyil. Hə, təzdən verin onda arxaya tam. Siz tam arxaya basmadınız bir də. Bastım da. Olmadı. Pond deyil idi ki o 27'də qalmışdı. Ha, indi pondu. 100'ə qədər itələmişdim, deyirəm, inanmıram. Aa, bəlkə Sideniyə görə çəkir. Sideniyə bəlkə dalaya verək. Hə, Sidenya. Sidenya yaxşı. Sideniyanı dala verək. Muri aç qapını dala ver də onu. Yani çok da oldu. Hı, onu dala ver Sideniyanı. Ha iyileşip. Deyirəm, değil mi? Qatmış ailəm bir-birinə. Hə. O biri də əndaldadır. Yox. Ona da ilişəcək çünki. Hı. İndi bax. Hı. Niyə belə yaxın siz bir-birinizə? Uzaqlaşdırma olmur ki. Çekme. Getmir. Nə verdi baş? Niyə getmədi? Sidenyalar. Yox, bizlik deyil. Sidenyalarlıq. Sidenyalar. Gözəl. Necə gəlmişəm, ona baxaq bu nədir. Kameramdan söndürmədir. Söndür. Orada adaptör yeri var. Onu görmüşsünüz, göstərmişsiniz kablo yerini. Hardakın? O Biraz da sıkma. priz var orada. Ha burada. Ha. Sen Sinan Ha, burada da priz var imiş ya. Necə açılır o? Adaptör yeri var orada. Normal adaptördə o. Normal adaptör. Ha, normal adaptör yeri də var ha. 3 tane. Ha, taxmaq istədin, taxmağa yer var. Şina. 零重力座椅正在展开啊不接，请是的吗注意前后排乘客及物品安全。 Hı, gelir. Kapılar bağlanmaz. Hı. Deha. Hem ucu hem de çıbıcı kabağı onu Ha, gəlir artıq Qaldırır dostlar. kollaltıları. Qaldırdı. Gördünüz? Biraz da. İstədiyinizi axıra qədər aparırsınız. Bura tam boş qalır. Yetmedi. Getmədi. 请前移中岛后再试试呢。 Yenə nəysə onda dalı verin biraz sidenyağızı çıqqana. Verək. Verin Muri. Hı, ayarlayır da sokular hara kimi olabilir götürəs. Versən də. Şimdi dayanma. Ha, o da 请前移中岛后再试试呢。 özüm hiss Biraz qaldı. edirəm ki, ilişməsin. Biraz da. Birdən nəsə olar, ilişər. Şu. Bu da. Hə. Böyle Bura yapsın. qalır bombalan boş. Kalsın böyle. Qalsın. Ora baxay. Bir dənə Bura salon oldu ki, əməli qaba. əməlli başlı Şeyde Zeydi de orada rahat. Zeydə hə ora qoya bilərsiniz rahat. Birləşməddə. Rahat. Ciyərləşmə Ancaq doğru diyor. boş döşəyi uzadıb buraya. Ha. döşəkdən əlavə o şeylərin qıraqlarını çıxartsaq bəlkə Ha şeylərini. yazık değil değer başı oyunu beni. Beşiyin bərk şeyləri var, plasmaslar. Onları çıxartsaq Ha. şey kimi uzatmaq olar. Allah Bizi korusun. konserə ilə eləmək lazımmış, aşağıda vurmasın. Ayaq altını söndürsən. Sonra yol getsən, misal üçün Nasıl ayağını dalın uzat izin sürücü. verəcək? 请前移中岛后再试试呢。 Ona görə də bu. 请前bu移中岛 reysləri 后再 yerdən 试试呢。 saxlayırsan. Hə, Gəl bu reysdə. mütləq, mütləq ilişir yoxsa. Ha çaldı. Siz elədiniz. 零重力座椅正在收 Kilit 起 açıldı. 请注意安 Kilit 全。 açıldı. Yok. Yox, knopka əlində knopkaya nəsə bastı, bu şey Kalktı qorxdu. da var. Sinsine korktu.
Hə, şöp belə gəlir. Bir sidenyalar necə açılır bəs? Sidenyalar gözünün qaytarıqdalar. Nasıl denirlər açılmay? Opşi bir yataq alınır. Yox, oturan yerdə atma, sındırasan ayaq. Bax, düş misal maşına, mən düşüm göstərim. Onlar da bağlanır, bunlar da bağlanır. Onları göstərdim. Bağlayınca Sən də düş, düş sən də. Bax, Bunlar da dala gedir. 零重力座椅正在展开，请注意前后排乘客及 bax 物品 dostlar 安 belə 全。 gedir. Ondan sonra qəlbə bir vəziyyət alır. Yox, bu tərsinə almalıdır. Tərsinə olmalıdır. Ayaqqabı izləyir. Hə, onu deyirəm də. Belə bir moda keçdi. Dəyir ayaq. Arkadaşlar, maşını incələdik, yoruldu özüm ölüm, çətin imiş. Arada sözə qulaq asmadı, dalga var. Amma deyim ki, qəşəng maşındır. Əla maşındır. İndi bizim layihəmiz nədir? Sizə deyim, biləsiniz. Bu video, bu layihə bugündən start verir. Bir təməl başlanğıcıdır. Təməl başlanğıcıdır. Bizim izləyicilərimizin içindən, burada izləyicilərin içindən kiminsə atasının maşının, kiminsə dostunun maşının. Demək, kommentdə seçəcəyik, videoların kommentində. Həmin maşını onlardan, həmin adamdan alacağıq, yığacağıq, gözəl bir vəziyyətə gətirəcəyik maşını, bütün əriyyəsiylə təmizləyəcəyik, maşını verəcəyik. Yəni, maşın restoring. Yığıb qaytarırıq özlərinə. Toyuğun anası bağlı. Tatoğu zorladın ona. Bizim kabablardan fərqi yoxdur o toyuğun indi bilək. Bax gör axı. Kabablar anı Atdız. Yo, yeyirəm mən sərdən yeyirəm onu. qız yeyə olursan. Mən yeməm bişirəm. Yox, şey. Bir şey də var. Gözlü sürə bir. Əgər maşınız yoxdursa, mətbəx mebeli yığa bilərsiniz. Ha. Fikir verməyin. O bizim kameramanın arada belə işlər var. Ha. Mətbəx mebeli yığa bilərik. Maşınınızı gəlib yığa bilərik, amma çəkiliş eləyəcəyik. Və bu çəkilişi də bütün detalları da izləyicilərimizə çatdıracağıq. Mimar Selim Bey. Evet. Bugündən start verdik. Kommentlərdə aktiv olun. Çünki izləyici kommentdən seçiləcək yarış olan. Yarışın vaxtı tam dəqiqdir. Çünki dəqiq vaxtısı öz Nə Mey- yazır? böyük bir yarış. Və artıq start veririk. Bu kanalda bu kanalı izləməyə alın. Götürdüm Kim izləmirsə izləməyə alsın. Ki beşiyinə qoyun. Çox gözəl maşınlar yığılacaq, çox gözəl evlər yığılacaq, deyim biləsiniz. Yerlədim də. Tamaşa edin. Öpürəm sizi.